Salam, hər vaxtınız xeyir olsun. Bəxtiyar Vahabzadənin Şəhidlər poeması haqqında bir gün danışacağım və təhlilini verəcəm. Lövhədə gördüyünüz məlumatları dəftərinizə köçürə bilərsiniz və mütləq şəkildə öyrənin. Çünki bu yazdığım qeydlər məhz sual predmetləridir. Yəni siz bu videonu izləməklə 100% poemaya aid sualları düzgün cavablandıracaqsınız. Şəhidlər poeması 1990-cı ildə yazılmışdı. Qanlı yanvar hadisələrinə həsr olunub. Lirik poemadır, heca vəznində yazılıb, vahid süjet xəttinə malik deyil. İki hissədən ibarətdir və iki hissədə də biz görürük ki, müxtəlif başlıqlar altında poemamız təqdim olunmuşdur. Birinci biz başlayırıq birinci başlıq altında verilən hissəyə. Nə istəyir bu millət? Bu başlıqda biz görürük ki, ölkənin meydan mübarizəsinə çevrilməsi, millətin dənizə dönməsi, dəniz sahilində dənizə dönməsi nə deməkdir? Qatillər, canilər tərəfindən biz burada rusları nəzərdə tuturuq. Onlar tərəfindən vəhşicəsinə qətlə yetirilməsi nəzərdə tutulur. Yəni onların qanı dəniz qədər idi, dənizə bənzədilirdi. Və burada bizim sığındığımız təkcə bir bayrağımız var idi. Bunu da qatillər pozurlar. Elə bizim hilalımızı bizim qanımıza boyuyurlar. Biz nə istəyir bu millət başlığı altında bu fikirlərə rast gəlirik. Digər məqam isə təzadlar içində, digər başlıq daha doğrusu təzadlar içində başlığıdır. Adının belə olmağından görünür ki, buradakı fikirlər təzad şəklində verilib. İndi siz burada görürsünüz, indi yaxınlaşdırım. Aha, burada təzadları da qeyd etmişəm. Baxın, təzadlar içində hissəsi ümumiyyətlə poemanın ən bitkin hissələrindən biri hesab olunur. Burada birinci təzad harda görürük? Deyir ki, abidə qoyduğumuz qızıl ordu günahsız insanlarımızın qanını tökdü. Biz qızıl orduya abidə qoymuşduq, lakin qızıl ordu bizim qanımızı tökdü. Burada bir təzad var. Rusiya üçün şəhid olanların övladlarının ruslar elə özü şəhid eləyir. Burada da bir təzad var. Baxın, burada artıq şair əfsuslanır. Yəni deyir ki, başqası uğrunda, başqa millət uğrunda da bizim insanlarımız öz canını vermişdi, şəhid olmuşdular. Onların şəhid adı da, bizim millət də, bizim millətimizin şəhidlərin də adı eynidir. Və buna əfsuslanır şair. Rusiya üçün bizim millət şəhid olmuşdu. Lakin ruslar gəldi, bizi şəhid elədi. Burada yenə bir təzad var, gördüyünüz kimi. Daha sonra, həyata hamiləykən ölüm doğdu o gecə. Bu misramızda görürük təzadı. Burada digər məsələdə əskərlərin xəstəxananın işıqlarını söndürməsi məqamı idi ki, onlar istəmirdilər ki, həkimlər xəstələri, yaralıları əməliyyat etsinlər və şam işığında həkimlər əməliyyatı icra edirdilər. Hətta orada xəstəyə qan verməyə gələnlər var idi. Ona belə icazə vermirdilər, onların qanını tökürdülər. Baxın, burada da təzad var. Xəstəyə qan vermək istəyənlərin də qanını tökürlər. Burada bir təzad var. Daha sonra millətin qızıl qanını yudular onlar. Qanla ləkələnmiş vicdanını yuya biləcəklərmi? Onlar bizim millətimizin qanını yuyublar. Bizim millətimizi qırırlar. Lakin öz qanla dolu vicdanlarını yuya biləcəklərmi? Bir bədii sual yaranır burada. Təzadlar içində hissəmizi bununla yekunlaşdırırıq, keçirik. Eşq olsun sizə. Burada yəqin ki görünür. Aha, belə edək. Eşq olsun sizə. Burada şair belə bir fikir deyir. Nahaq şəhid oldu cavanlar. Baxın, burada yenə bir təəssüf hissi var. Lakin elə dərhal öz fikrinin yanlış olduğu qənaətinə gəlir. Yəni deyir ki, bu qədər biz yaşayırıq, işləyirik, ölürük. Bəs boş yerə ölməyin nə mənası var? Yəni şəhidlər bir məram uğrunda ölüblər. Baxın, sual burada belədir. Boş yerə ölməyin nə mənası var? Daha sonraki misralarda biz sualın cavabını görürük. Baxın, burada qeyd etmişəm. Haqqı bu dünyaya bildirdi onlar. Yəni boş yerə ölməyiblər, haqqı bildirdilər onlar.
Daha sonra qorxu iblisini öldürdü onlar. Boş yere değildi. Baxın, bu cavablar 2 misrada görünür. Və burada biz görürük ki, azadlıq verilmir, vətənin igid övladlarının qanı bahasına da olsa alınır. Azadlıq verilmir, alınır. Azadlıq ağacı bar verə bilməz, şəhidlər qanı ilə suvarılmasa. Bu misralarda biz bu fikri görürük. Ölümə hazır olmayan millət azadlığa da hazır deyil. Və burada biz 2 şəxsiyyətin adını görürük, Nəsimi və Babəkin adını görürük ki, şəhidlər Nəsimi və Babəkin ruhundan dua alırlar. Onların ruhu şəhidlərə dua verir, xeyir dua verir. Eşq olsun sizə başlıq altında olan hissəmizi də biz yekunlaşdırırıq. Keçirik matəm mərasiminə. Matəm mərasiminə hissəsi yəqin ki, burada yaxşı görünür. Matəm mərasimi hissəsi artıq poemanın 2-ci hissəsinə aid olan bir hissədir. Burada şəhid dəfninə gələn insanlara baxın, dəniz dalğasına bənzədir. Sual predmetidir, diqqətli olun. Tabutlar da qayığa bənzədilir. Burada bir şəxsiyyətin də adı çəkilir, Rəsulzadənin adı çəkilir ki, şəhidlərimiz Rəsulzadənin bayrağı altında dəfn olunurlar. Və burada həmçinin Cümhuriyyət dövrü şəhidlərinə də yer verilir. Yəni ki, onların adı çəkilmir ümumiyyətlə. 1918-ci ildə ölən şəhidlərin ruhu təzə şəhidləri bağrına basır. Belə bir fikir matəm mərasimi hissəsində qeyd olunur. Və bununla da biz yekunlaşdırırıq bu hissəni də. Axı biz nə eləmişdik? Bunu biraz yaxınlaşdırın. Axı biz nə eləmişdik? Axı biz nə eləmişdik? Baxın, burada bir retorik sual var. Və çünki bunun ümumiyyətlə cavabı alınmır. Biz nə eləmişdik? Baxın, İlham, Fərizə, Larisa, qoca babalar, qoca nənələr, yetim qalan körpələrin göz yaşında, günahsız qurbanların baş daşından bu sual səslənir. Axı biz nə eləmişdik? Amma bunun cavabı yoxdur. Burada biz millətin üsyanın hansı formada üzə çıxdığını görürük. Baxın, millətin üsyanı necə olur? Bir işə çıxmamaq, 2-də 40 gün yas saxlamaq. Burada deyir ki, mənim çarəsiz millətimin intiqamı çadırlara, kəndlərə, daha doğrusu kəndlərə, şəhərlərə çadırlar qurulur, matəm olur, kasıb ocaqda qazan asılır. Bu da mənim çarəsiz millətimin intiqamı idi. Şair belə adlandırır. Və burada biz bu hissəni də yekunlaşdırırıq. Keçirik şəhidlər başlığı altında son hissəyə. Şənbə gecəsi qətl günü, ümumiyyətlə bu cümlə poemanın bir neçə yerində səsləndirilir. Namümkün bu zaman mümkün oldu. Baxın, ümumiyyətlə şəhidlər hissəsində, şəhidlər yəni başlığı olan hissədə biz qatil gülləsinə qurban gedirkən gözünü sabaha dikdi şəhidlər. Üşəyinə bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. Bir bu hissəni, bir də ki, o şənbə gecəsi, o qətl günü mümkünə döndərdiyi çox namümkünü, xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb söktü şəhidlər. Baxın, bu 2 bəndi biz həmçinin Bəxtiyar Vahabzadənin İstiqlal poemasında da görəcəyik. Yəni, hər 2 poemada bu 2 bənd verilib. Buna da diqqətli olaq. Şəhidlər xalqın qəlbindəki qorxunu sökür. Ümumiyyətlə fikir verirsinizsə, şəhidlər poemasında bizim millətimizin şəhid olması, qırğınlar törədilməsi haqqında danışılsa da, ümumiyyətlə nikbin ruh, gələcəyə inan var. Yəni şair belə təsvir edib. Yəni ki, şairin təsviri ilə biz görürük ki, vətənin azadlığı uğrunda şəhidlər öz canından keçiblər və vətənin azadlığını yeni nəsillər bundan sonra da qoruyacaqlar. Bu, ümumiyyətlə, nikbin ruhda yazılmış bir poemadır. Bir ümid var, şairdə bir ümid var. Azadlıq toxumu səpənlər burada tərənnüm edilir. Azadlıq toxumu səpənlər isə bizim şəhidlərimizdir. Demək, şəhidlər başlığı altında olan hissəmizdə görürük ki, şəhidlərin dilindən belə bir dırnaq içərisində belə bir cümlə verilir. Dünyada mənim də haqqım var. Yəni ki, dünyada mənim də haqqım var
cümləsi şəhidlərin dili ilə verilib şair tərəfindən. Qanı ilə qolunu çəkdi şəhidlər. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyri şəri ilə, torpağın bağrına cəsədləri ilə azadlıq tumunu əkdi şəhidlər. Azadlıq tumunu məhz şəhidlər əkib və bu da tərənnüm olunur. Ümumiyyətlə burada gördüyünüz kimi qatillərə dedikdə biz rusları təbii ki nəzərdə tuturuq. Ümumxalq nifrət əks olunub. Bəxtiyar Vahabzadənin Şəhidlər poemasının təhlili bu qədərdir. Ümumiyyətlə mənim qeyd etdiyim məqamlar, indi lövhədə gördükləriniz, həmçinin danışdığım bütün məqamlar sual predmeti olaraq sizin qarşınıza çıxa bilər. Bizim təhlilimiz bu qədər. Gələn videolarda isə Bəxtiyar Vahabzadənin İstiqlal poemasının təhlilini verəcəyəm.